Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'd. Bugünkü nəsihətim Allah Taala'nın verdiyi nemətlər var bizə. Onları dəyərləndirməklə bağlı olacaq. Və o da elə bugünkü sual cavabımızdan olacaq. Allah Taala insanları ümumən insanlar iki sinifdir. Var elmi öyrənənlər və öyrədənlər, var da öyrənənlərdən öyrənənlər. Birinci məsuliyyət kimlərsə olmalıdır, kimlərsə çıxmalıdır və öyrənməlidirlər. Üsul, tövhiddə üsul, hədisdə, fiqh məsələləri üsul öyrənməlidirlər və onu öyrətməlidirlər. Onların öyrətdikləri elmin zəkatıdır. Onlar öyrəndilər, özlərindən cahilliyi qaldırdılar və onu sonra qardaşlarına öyrətməlidirlər. Və sonra qardaşların, yəni insanların boynuna düşən var. O öyrədənlərdən öyrənmək. Ona görə də necə ki, elm əhli Mutaffifin surəsini izah edərkən, Allah Taala vay deyir, tərəzidə alladanlara, o tərəziyə də aiddir, ölçüyə də aiddir, o ticarətdə hər hansısa bir şey satanlara da aiddir. Müqayisə edirlər. O nədən ibarətdir? Öyrətdiyi halda sən öyrənmirsən. Düzdürmü? Sənin haqqın elmi öyrənənlər səni öyrətməlidirlər. Sənin haqqın budur. Bəs sənin haqqın nədir? Onların üzərində. Sən də onların öyrətdiyini öyrənməlisən axı. Bəs sən də öyrənməlisən. Sən də Allah yoluna dəvət edən bir dəvətçisən. Sən elmlə dəvət eləmə. Elmlə olan dəvətdə fayda olur. Elmsiz dəvətdə ola bilsin ki, nəinki fayda, hətta zərər və şər olsun. Ona görə qardaşlar, yəni bu qədər dərslər keçirilir. İstər böyük qardaşlarımızın, böyük tələbələrimizin, İstərsə də yəni onların tələbələrinin fərq eləməz. Bu qədər öyrənilən elm hamısı soruşulacaq. Ümumiyyətlə din hamısı soruşulacaq. Heç biri əbəs yerə deyil. Yəni hərdən belə deyib gülürük, belə zarafat eləyirik, belə keçir, belə gedir, oldu, qurtardı. Vallahi elə deyil qardaşlar. Bu gün demək də, gülmək də bəşərlə bəşərin arasında qalır. Amma sabah soruşulacaq. Və soruşan bəşər deyil, soruşan yaradandır. Soruşanın ədaləti də, verəcəyi əzab da özünə aid. Bizim ədalətli olmağımız və bizim zalim olmağımız bəşərə uyğundur. Biz onu bilirik. Biz bilirik ki, insan bilir ki, bir insan nə qədər ədalətli ola bilər, səxavətli ola bilər, ən yüksək halda və nə qədər də zalim ola bilər. Biz bunu bilirik. Çünki biz özümüz də bəşərik, insanıq və insanların içində yaşayırıq. Amma biz Rəbbimizi görməmişik. Və onun ədalətini qiyamət gün görəcəyik, necə ədalətlidirsə və həmçinin əzabını görəcəyik, necə əzab verəndirsə. Ona görə sahabələr soruşanda ki, ya Rasulullah, cəhənnəm bu dünyanın odu qədər yandırsaydı, yəni əzab, bu dünyanın odu qədər olsaydı, bəs eləməzdi, kifayət eləməzdi. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bəs eləyərdi. Sadəcə Allah Taala ona qarşı olan düşmənləri daha da çox cəzalandırır. Və necə ki, cənnəti də həmçinin. Məsələn, bugün bu dünyada ən gözəl yerlərə bax. Məsələn, özün gelib görmüsən və yaxud da internetdə görmüsən. Gör nə qədər gözəl yerlər var. Göylüklər, dağlar, şəlalələr, çaylar. Baxırsan, orada olmaq istəyirsən. Düşün, cənnət onun kimidir. Vallahi bəs eləyərdi. Elə deyil, bəs eləyərdi. Orada əbədi yaşayacaqsan, oralar sənindir. Deyən ki, sən orada qonaqsan, oralar sənindir. Vallahi bəs eləyərdi. Amma Allah Taala bundan kifayətlənmərək. Allah Taala cənnətin ən üstünlüyünü verdi. Ən üstünlüyünü və hətta vəsf elədi öz cənnətini. Ağla sığmır, gözlər dərk eləmir. Görmədiyiniz, heç kimin görmədiyi, heç kimin bilmədiyi. Ona görə də Allah Subhanahu va Taala'nın ədaləti də, əzabı da bizim bu dünyada gördüyümüz ədalət və əzab kimi deyil. Ona görə qardaşlar, bugün elhamdülillah Allah razı olsun bizim tələbə qardaşlarımızdan, elm əhlimizdən. Allah onlardan razı olsun ki, onların sayəsində biz çalışırıq, haqq üzərində sabit qalaq. Yəni onlar əziyyət çəkirlər, oxuyub gəliblər, dərs keçirlər və onların əziyyətinin müqabilində biz o keçirilən dərslərdən qafili isə, o dərslər nə üçün keçirilir? Məqsəd nədir? O yükü çiynindən atdı. Əgər ixlasdırsa Allah qəbullədi. Bəs yerdə qalanlar, bəs biz. Vallahi bunlar soruşulacaq. Heç biri əbəs elə deyil. Allahın vermədiyi nemətlərə görə bizə, Allah bizə vermədiyi nemətləri bizdən soruşmayacaq. Amma verdiyi hər bir şeyi soruşacaq. Bir-bir soruşacaq qardaşım. Biricə soruşacaq. Heç biri qalmayacaq. Allah Taala özünü öz kitabında necə vəsf edir? Və mə kənə rabbuka nəsiyyə. Sənin Rəbbin unutqan deyil. Allah heç bir şey unutmayacaq. Hətta qiyamət günü o qoyulan dəftərlər var ha, əməl dəftərləri. Allahın özü üçün deyil. Allah özü ora baxmayacaq ki, filankəs oğlu
Falan vaxt falan günahları işləyir, xeyir əməlləri. Allah onu özü üçün qoymuyor. Allahın ona ehtiyacı yoxdur. Allahın heç qoyduğu tərəziyə də ehtiyacı yoxdur. Allah zaten bilir. O bəşərin özü üçün baxsın, görsün, müqayisə eləsin, xətalarını görsün, xeyirlərini görsün. Dəftərdə yazılanları görsün ki, nə zaman Rəbbinə gizli qalanda nə edirdi və yaxud da hansı xeyirlər eləyirdi. Hamısı var, birzə. Və Allah soruşacaq. Və Allah Taala'nın soruşduğu şeylərdən biri bu olacaq. Tələbələr var idi, elm danışılırdı, yayılırdı. Sən evində harasa getməyə ehtiyac yox idi. Qulaq asırdın, öyrədirdin. Ən azından sənin evin, sənin evində, sənin evindəkilər öyrənir yoxsa öyrənmirdi. Vallahi soruşulacaq. Və biz bəşərik, düzdür? Mən bəşərəm. Və mən yəqinliklə and içirəm ki, Allah soruşacaq. Çünki dini azdan çoxdan öyrən və siz də bilirsiniz təbii ki. Hamı azdan çoxdan oxuyur. Biraz da olsa nəsə öyrənmişik. Hələ biz bunu bilirik ki, Allah soruşacaq. Bəs Allah gör necə bilir? O necə bilir, o artıq necə soruşacağını bilir. Səndən necə soruşacağını bilir. Və sən bilirsənmi o soruşanda necə olacaqsan? Qabağında bəşər olmayacaq, dostun, tanışın olmayacaq, atan olmayacaq, anan olmayacaq, doğma qardaşın, oğlun olmayacaq. Səni aləmləri yaradan Allah olacaq. Yeri göy yaradan Allah olacaq. Səni yaratmadan heç səndən icazə almadı. Dünyanı yaradanda kimdənsə icazə aldı? Mələklər dedilər ki, sən yer üzündə fitnə, fəsad törədən birini yaradırsan. Dan tökəcək. Subhanallah, Allahın ən şərəfli məxluqatın sözünə fikir vermədi Allah. Ən şərəfli mələklər. Ən şərəfli məxluqatdır. Heç bir günahları yoxdur. Subhanallah. Yalnız xeyir əməllər var onlarda. Onların sözünə Allah Taala fikir vermədən yaratdı. İndi sən onun qarşısındasan, fərz elə. Və o da səndən soruşur. Gedə bilmədin, oxuya bilmədin, səfər edə bilmədin elm üçün. Elm sənin evindəyir. Hər gün əlində telefon, boş-boş şeylər, vaxt öldürürdün, futbol, nə bilim, orası, o və yaxud da bu. Bəs elm, bəs o tələbələr gəlmişdi axı. Bəs onlar danışırdı axı. Bəs o kitablar keçilirdi. Bəs nə qədər əziyyət çəkilirdi. Bunlar hamısı axı borcdur. Hamısı borcdur. Hamısını borcu verən də Allahdır. Məsələn, Şeyx Qamətin gör nə qədər kitablar keçib. Məsələn, bir dənə adi tələbələrdən birinin adını çəkirəm. Gör nə qədər kitab keçib. Baxırsan, girib o baxış saylarına baxırsan, 1000 nəfər, 2000 nəfər. O da Allah bilir, axıra qədər baxıblar yoxsa yox, yazıblar yoxsa yox, faydalanıblar yoxsa faydalanmır. Allah alim, Allah biləncini. Yəni Azərbaycanda bu qədər sələfi var. Azərbaycanda 1000 nəfər, 500 nəfər sələfi var. Haradadır o sələfilər? Yoxsa onları heç biri telefon işlətmir? Yəni hamısı işlədir. Vallahi Allah soruşacaq. Soruşan da bildiyi halda soruşacaq. Məsələ budur. Cavabını bilən soruşacaq. Sən soruşanda cavab bilmirsən və cavab öyrənmək üçün soruşursan. Amma cavabı bilən soruşacaq. İndi düşün, bəşər hər hansısa bir insan. Ona qarşı ədalətsizlik eləmirsən. O da sənin xətanı bilir. Və səndən soruşanda bilirsən ki, cavabını bilir və səndən soruşur. Hələ o səni incidir. Cavabı bilən Allah soruşacaq. Ona görə qardaşlar, bunlar hamısı Allahın nemətləridir. Sən elmə işitməyin, rahatsan, evindəsən, bir əlində çay stəkanı, ailənlə bir yerdəsən, əmin-amanlıq yerindəsən, diyar rahatdır. Heç kim sənə demir ki, telefonda dərsə baxmaq olmaz. Dərslərə qulaq asanları tutub türməyə sallar. Belə bir şey yoxdur. Allah ölkəmizdən razı olsun. Rahatçılıqdır. Sələfi dəvəti gedir. Allah həmd olsun. Tələbələr var, oxuyurlar az da olsa. Yəni say baxımdan az da olsa. Yəni belə rahatdır. Və bugün sən rahatsan. Və bu dərslər rahatdır. Dərslər belə 3-4 saat, 5 saat dərs yoxdur. Hamısı azdır. 10 dəqiqə, 15 dəqiqə belə. Çox az. Yəni günə bir dənə dərs oxuyub, əgər yadda saxlayıb faydalanmırsansa, artıq sənin eybindir. Və o dərslər də Allahın mülkidir. Allahın əmanətidir. Və Allah soruşulacaq. Və nə qədər ki getməyib, nə qədər ki əlimizdədir, nə qədər ki Allah bizə fürsət verib onun elmindən nəsə öyrənməyə, az da olsa faydalanmaq lazımdır qardaşlar. Tənbəllik eləmək olmaz. Allahdan istəmək lazım ki, nemətlərini bizim üzərimizə sabit eləsin. Çünki elmsiz qalmaq zülmdür. İnsan dünyanı itirsə, dünyadan payı olmasa, təzə paltara məhrum qala bilər, təzə miniyə məhrum qala bilər, ev olmasa kirayə yaşaya bilər. Ola bilər ki, yaxşı yeməklər yeməsin, zəif yeməklər yesin. İnsanın dünyanın olmağı bu şeyləri sənə gətirəcək. Amma dinin olmamağı səni Rəbbindən uzaqlaşdıracaq. Amma halbuki ən böyük izzət odur, ən böyük qurtuluş odur. Qiyamət günü Allah Subhanahu va Taala səndən heç o dünyanı soruşmayacaq da. Nəyə görə sən bahalı maşın almadın? Axı sənin pulun var idi. Nəyə görə sən bahalı paltar geyinmədin? Axı sən alıb geyinə bilərdin. Onu soruşmayacaq Allah Taala səndən. Allah Taala səndən dinini soruşacaq. Çünki o dini özü göndərir. Çünki onun sözüdür. Kəlamullahdır. Kitab da var, balaca cüzlər də var. Telefonlarda da var, dinləyə də bilirsən. Bir neçə illər bundan qabağa baxın, Quran oxuyan qardaşlar nə qədər çox idilər. Amma indi axır dəfə götürürlər. Necədir Quranla ara? Məsafə var, yəni ki ara. Quranla məsafələr olub. Və insanlar din mübahisəsi eləyir, amma Quran yoxdur.
din mübahisəsi eləyənlər, yəni yaxşı mənada. Yəni dini güya təbliğ etmək. Amma Quranla məsafəyə və məsafələr var. Quran da açırsan rahatdır. Allahın kitabı ilə məsafələr var. Hələ mən başa düşməyi demirəm. Əfəla yətədəbbərunəl-Qur'an əmə alə qulubin fəluhə. Onlar Quranı tədəbbür etmək barəsində fikirləşmirlər. Allah Taala sual verir. Yoxsa onların qəlbinə kilti vurulur. Hələ başa düşməyi demirəm. Hələ başa düşmək başqa. O biraz dil və yaxud da müəyyən qədər əziyyətlər tələb edir. Ayədə oxumaq. Hər hərfinə 10 savab var. Allah Rəsul deyir ki, mən demirəm ki, əlif lam mim bir hərfdir. Mən deyirəm ki, əlif bir hərf deyil, lam bir hərfdir, mim də bir hərfdir. 30 savab var. Bismillahirrahmanirrahim sözündə oxunan 17 dənə hərf var. Ən azı 170 savabdır. Belə 19 əlif var. Bir səhifə Quran oxusan gör nə qədər savab var. Və bir səhifə Quranın tərcüməsinə baxsan, tərcümə də olunub. Günə bir dərsə qulaq assan, ona görə qardaşlar soruşulacaq. Nemətlər gedicidir. Heç bir nemət qalıcı deyil. Amma nə zaman gedir? O zaman ki, onun qədri bilinmir. Bu da insanların günahlarına görədir. Məsuliyyəti hiss eləməməklərinə görədir. Ona görə Allah Taala'dan istəyirəm ki, bizi öz dininin üzərində məsuliyyətli eləsin və tələbə qardaşlarımızın, böyük qardaşlarımızın, istər-istərə kiçik qardaşlarımızın, yəni böyüklərə nisbətdə Allah Taala'dan razı olsun. Allah onların qədəmlərini sabit etsin və bizi də onlardan faydalanmağa həmişə müvəffəq eləsin və dəvətimizə bərəkət versin. Bizim həmişə xeyrə açar eləsin və şərə, bidətə və ona bənzər şeylərə kilid eləsin bizi. Allah ölkəmizdən razı olsun, əmin-amanlıq eləsin və dövlət başımızda qorusun, ordumuzla qorusun. Allah ona daimi xeyirli qərarlar verməkdə onu müvəffəq eləsin və bizdə sabit saxlasın və dəvətimizə bərəkət versin və bizdən sonra övladlarımızı, gələn nəsilləri, müttəqiləri imam eləsin. Necə ki, İbrahim əleyhissalam, Allah Taala ona o zamanki o şərəfi, o üstünlüyü verdikdən sonra Rəbbinə dedi ki, məni və məndən sonra gələnləri, müttəqiləri imam elə. Ona görə necə Muhammed sallallahu əleyhi və səlləm də İbrahim əleyhissalamın nəslindəndir və son peyğəmbərdir. Allah Taala'dan istəyirəm ki, bizdən sonra gələn övladlarımızdan müttəqiləri imam eləsin. Çünki əgər kim ki müttəqinin imamıdırsa, müttəqilərin imamıdırsa, Allahdan qorxan, gizlindən, müttəqi yəni Allahdan gizlindən və aşkarda qorxan. Kim əgər müttəqilərə imamdırsa, elə özü də müttəqilərdəndir. Çünki Allah fasiqi müttəqilərə imam qoymur. Ən son Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahabətihi əcmaîn.